may 2025-ci il tarixində Milmuxan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İmişli rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə 2-ci Vətən müharibəsində qəhrəmancasına həlak olan baş leytenant Cavid Xaliqoğlu Səfərlinin anası Xatirə Səfərli, oğlunun əziz xatirəsinə həsr etdiyi Şəhid Cavidimin Qəhrəmanlıq Dastanı adlı kitabının təqdimatı keçirilib. Tədbirdə İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Yeni Azərbaycan Partiyasının İmişli rayon təşkilatının sədri Səfa Ağayev, hüquq mühafizə orqanları, şəhid ailələri, qazilər, idarə, müəssisə, təşkilat rəhbərləri və əməkdaşları, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Öncə Mədəniyyət Mərkəzinin foyesində təşkil olunmuş sərgiyə baxış keçirilib. Daha sonra vətənimizin ərazisi bütövlüyü uğrunda qəhrəmancasına həlak olan bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər şəhid baş leytenant Cavid Xaliqoğlu Səfərlinin keçdiyi çətin və şərəfli döyüş yolunda danışaraq ətraflı məlumat veriblər. Tədbirdə mədəniyyət işçilərinin ifasında kitabda yer alan şeirlərdən və hekayələrdən hazırlanmış kompozisiyalar tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb. Sonda şəhid anası Xatirə Səfərli təşkil olunan tədbirə görə İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevə və mədəniyyət işçilərinə öz təşəkkürünü bildirmiş və tədbir iştirakçılarına kitablarını hədiyyə etmişdi.